Bu dəqiqə bütün dünyada xaos, stres var. Amma Azərbaycandakı stres onlardan 2 qat çoxdur. Çünki Azərbaycanda dəyərlərin qarşıdurması var. Yəni o birisi ölkələrdəki problemlər daha çox müharibə, maliyyə yönümlü problemlərdir. Amma Azərbaycandakı əsas problem mentalitet problemləridir. Biz emosional millətlər qrupunda olduğumuza görə, bu məsələ də bizim üçün çox emosional olduğuna görə biz daha çox orada ilişib qalırıq. Yəni məsələn, geyim məsələlərini fikirləşək. Yəni bizdə 20 il əvvəlin geyimləri ilə indiki geyimlər arasındakı fərq bizim o kimliyimizi şübhə altına salır. Biz hələ də bilmirik ki, Avropayıq yoxsa İranıq. Yəni bu ölkələrdə məsələn Ukraynada, Rusiyada, yəni nə bilim İrlandiyada belə bir problem yoxdur. Məsələn qızlar açıq geyinir, nə bilim qızlar rahatdılar. Münasibətlər dəyişibdir. Yox, onlar üçün bu şeylər problem deyil. Amma bizim üçün bu şeylər problemdir. Biz ona fikir verməsək belə bizim kodlarımız hələ də orada çalışır. Məsələn, əvvəllər məhəllədə bir dənə qız açıq geyinirdi, o da Valik idi. Hamımız onunla yatırdıq. 90-cı illərin uşaqlarından söhbət gedir. Və yaxud da 90-cı illərdə. Amma indi məhəllədə hamı açıq geyinir. İndi bu demək ki, hamı Valikdir. Yox. Sadəcə sistem dəyişib. Amma biz bunu qəbullana bilmirik. Amma bu ölkələrdə belə bir problem yoxdur. Bizim enerjimizin, vaxtımızın böyük bir hissəsi ora gedir. Mən demirəm bu yaxşıdır yoxsa pisdir. Yox, mən burada bir işim yoxdur. Mən sadəcə analiz edirəm. Amma bizim əsas problemimiz oradadır. Lap emosional bir məsələ olmasın. 20 il əvvəlin işə qəbul sistemi ilə indiki arasında ciddi bir fərq var. Əvvəl bizdəki insanlar daha çox tapşırıqla falan işə düzəlirdi. Tutaq ki, biz indi qərbi adaptasiya olmuşuq, sivil mədəniyyəti var, hər şey rəsmidir və s. Amma tam rəsmidirmi? Yox. Yenə də ortadayıq. Yenə də tanış lazımdır. Amma CV də lazımdır, rəsmi müraciət, bazarlıq da lazımdır. Biz hansıyıq? Orada da ortadayıq. Amma digər tərəf, digər ölkələr ortada deyil. Onlar nədirlərsə odular. Pis ya da yaxşı. Amma biz ortadayıq. İstər mentalitet, istərsə də, yəni rasional tərəfdə biz hardayıq bilmirik. Yəni dəyərlərin qarşı durması var. Ona görə bizim cəmiyyət stresli bir cəmiyyətdir. Beyin qeyri-müəyyənliyi sevmir çünki.